Bu bir Qazax vlogudur. Çünki 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idman paytaxtı olan Qazax şəhərində parad keçirildi və biz də orada iştirak etdik. Səhər saat 06:30-da yola çıxdıq. Yolumuz çox uzun idi. 7 saatlıq bir yol bizi gözləyirdi. Burada bizə verilən yeməkləri sizin üçün unpacking edirəm. Tebros. Bir dənə bananımız var. Bir dənə tost kekimiz var, amma bəyənmədim çünki mən bananı sevmirəm. Mən şokolatı sevirəm. Bir dənə sokumuz var, Natura, multi meyvə. Bir dənə mini bekosu. Baxa görəsən də papkek alsınlar. Neyse dostlar, bu uzun yol boyunca mənzərə izləyib, musiqiyə qulaq asıb, biraz köhnə videolarımıza baxıb gülüb, biraz da filmə baxdım. Bu arada bütün yolda yemək yedim, bunu da unutmayaq. Və biz artıq Qazaxdayıq. Gələn kimi sıraya düzüldük parad üçün. Bu arada burada mən izləyicilərimi də gördüm. Həqiqətən çox şirin idilər. Hər birini buradan salamlayıram. Həqiqətən hansı bölgədə oluramsa olum, hər zaman onlarla qarşılaşıram. Bu məni çox sevindirir. Parad başladı artıq. Maraqlı idi, gözəl keçdi. İnsanlar da çox gözəl idilər. Bizi salamlayırdılar, uğurlar deyirdilər, gülürdülər. Çox səmimi idi hər kəs. Açılış mərasimində bütün federasiyalar tribunadan keçməlidirlər. Biz də artıq burada tribunadan keçirik. Daha sonra Murad Ariflə Mərdanın çıxışı oldu. Mən hər ikisinin də musiqilərini çox bəyənirəm. Konsert bitən kimi isə artıq avtobuslara binib evə yollandıq. Bütün yolun belə keçdi. İlahənin bir də ayaqlarını başıma qoymadığı qalmışdı. Az getdik, çox getdik, Dərtəpə düz getdik və gəldik Bakıya çatdıq. Və bu günü də burada artıq bitirirəm. Həmin tədbirdən olan idmançılar bu videonu görsə, yorumlarını yazar. Görək onlar üçün də bu gün necə keçib. Sağ olun.